Meysəm-i Təmmar deyirlər ki, əslində Azərbaycanlı olub. Yəni İmam Əli əleyhissalamın vilayəti yolunda şəhid olan Meysəm-i Təmmar kimi tanınan Şiə qədim Azərbaycan əhli olub. Yəni hədislər, tarixi qaynaqlarda gəlir. Mən də elə ilk dəfə rastlaşdım, araşdırma apardım. Əsli qədim Azərbaycanlı olub. Bəli. Həzrəti Əli əleyhissalamın xas şiələrindən olub. Və Əli əleyhissalamın xilafətinin axırlarında, yəni hətta ömrünün axır vaxtlarında Kufədə Meysəm-i Təmmarla Əli əleyhissalam görüşürlər. Görüşəndə İmam buyurur ki, əlbəttə əvvəl bu Meysəm-i Təmmar Bəni Əsəd qəbiləsindən olan bir xanımın qulamı olur. Qulu olur, İmam onu azad edir. Azad etdikdən sonra buyurur ki, adın nədir? Meysəm-i Təmmar deyir ki, adım Salimdir. İmam Əli əleyhissalam buyurur ki, axı əziz Peyğəmbərimiz mənə buyurmuşdur ki, sənin əsl adın Meysəmdir. Qeybdən xəbər verir. Meysəm-i Təmmar təsdiq edir. Ya Əmirəl-Mömin, düz buyurursunuz. Həqiqətən mənim əcəmdə olan adım Meysəmdir. İmam buyurdu ki, bundan sonra özü Meysəm kimi insanlara tanıtdır. Bu hadisədən sonra Meysəm İmam Əli əleyhissalamın aşiqlərindən olur. Və necə deyirlər, sirdaşlarından olur. Müxtəlif yerlərdə İmam əleyhissalam məxfi olan şeyləri, bəzi o elmi mənaya deyirlər, elmi mənaya və bəlaya vardı. Meysəm-i Təmmara örgədir. Meysəm-i Təmmarın 3 xüsusiyyəti mən burada qeyd eləmişəm. Birinci xüsusiyyəti budur ki, yaxşı xətib idi. Çox gözəl danışırdı. Elə o gözəl danışdığı üçün nitq qabiliyyəti yaxşı idi. O gözəl nitqi ilə Əmirəl-Möminin Əli əleyhissalamı təbliğ etdiyi üçün axırda dara çəkilir və şəhid olur. Çox gözəl danışırdı. İkincisi, hədis əhli idi. İmam Əli əleyhissalamdan çoxlu hədis öyrənmişdi və kitabı da var idi. Övladları öz atasından kitab, hədis nəql edir, amma təəssüf olsun ki, həmin hədis bizim əlimizə gəlib çatmır. Və üçüncü bir xüsusiyyəti, Azər müəllim, Meysəm-i Təmmar elə bir məqama gəlib çatmışdı ki, gələcəkdən xəbər verərdi. Bəzi insanların başına nə hadisə gələcək, ondan xəbər verərdi. Hətta Əmirəl-Mömin Əli əleyhissalam onu öyrətmişdi, buyurmuşdu ki, sən mənim vilayətim yolunda, mənim eşqim yolunda öləcəksən. O nəinki narahat olmamışdı, bəlkə sevinmişdi. Kərbəla hadisəsində o diri idi. Amma nə üçün o İmam Hüseyin əleyhissalamın kənarında olmadı? Nəql edirlər ki, İbn Ziyad onu zindana atmışdı. Muxtarı da zindana atmışdı. Muxtar olan zindanda Meysəm-i Təmmar da var idi. Həmin Meysəm-i Təmmar özü buyurmuşdu ki, gələcəkdən xəbər vermişdi. Hətta Muaviyyənin ölümündən qabaq demişdi, Muaviyyə filan gündə, həftənin filan günündə öləcək. Eyni gündə də ölmüşdü. Zindanda da olanda Muxtara dedi, ya Muxtar, İmam Hüseyin əleyhissalamı şəhid edəcəklər. Amma sən İmam Hüseyin əleyhissalamın qatillərindən qisas alacaqsın. Elə də oldu. Və nəticədə Meysəm-i Təmmar bu gözəl xüsusiyyətlərinə görə, Həzrəti Əli əleyhissalama olan eşqinə görə Kufədə İbn Ziyadın vasitəsilə çox faciəli şəkildə dünyasını dəyişir. Qəbri də hal-hazırda Kufənin yaxınlığında olan bir yerdədir. Allah rəhmət eləsin. Əmirəl-Mömin Əli əleyhissalama o qədər eşqi, məhəbbəti var idi və imamın hər nə kəlam buyurduysa, sual etmədən ona inanırdı. Yəni imamı bu qədər qəbul edirdi. Gözəl xüsusiyyətlərinə görə vilayət əhli idi, imamət əhli idi və nəticədə bu yolda da şəhid oldu. Allah rəhmət eləsin inşallah. Bizi də Meysəm-i Təmmarın yolundan gedənlərdən qərar versin. Amin, amin, Rəbbəl aləmin.